Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, dəyərli şəxsi ev istəyən müştərilərimiz. Hansı ki, şəxsi ev istəyirlər, yayda, qışda, 4 sezon yaşamaq üçün ev istəyirlər bizdən. Tikilib satılan olmasın, şəxsi tikili olsun, ağlaylı olsun, nə bilim, beton konstruksiya ilə tikilsin, monolit beton olsun. O evlərdən biridir. Yaşayış olub, hardasa neçə illərin evidir. Yarı zirzəmisi var, qısa olaraq göstərəcəm. Bir mərtəbə və mansard. Mansardda 4 dənə yataq otağı var, bir dənə sanitar qovşağı var. Həyət 9 sotdur. Həyətin sağ tərəfində 4 metrənin 7 metri olan filtrli hovuzumuzdur. Sonra evin o hissəsində mətbəxdən çıxışda birbaşa verandası var. Gözəl bir verandası var, böyüdür. Həyətdən də qalxıb düşmək olur. Putla təchiz olunmuş darvazası var, hansı ki qollarla təchiz olunur. Onu da sizə deyim. Biz hal-hazırda Şuvalandayıq. Şuvalan mayak ərazisi. 9 sot, ən aşağısı hələ 25 mindən torpağın qiyməti eləyir. Həyətdə belə dekorativ ağaclar var. Onu da məlumat verim ki, hal-hazırda həyətdə ustalar başlayır işləməyə. Bütün divarlar hamısı restavrasiya olunub. Satışmayan bir şeylər hamısı düzəlib. Yeni sahibinə təhvil veriləcək. Hamısı həm satışdır, həm də kirayədir. Satışın qiyməti bugünkü gündə 580 min start deyirlər. Endirim olunacaq. Üzr istəyirəm. 530 min start deyirlər. 530 min start qiymət deyirlər. Endirim olunacaq, yaxşı endirim olunacaq. Yox, satışa çatdırılmasalar sezona aylığı 5 mindən kirayədə verilə bilər. Burada bir maşınlıq qarajı var. İndi həyətdə işləyirlər ustalar falan. Orada əşyalar yığılıb. Qarajda bir maşın saxlamaq olur. Bura evin yarı zirzəmisidir. Tərtəmiz, bütün kafillərini, metlaqlanıb. Burada sanitar qovşağı falan, hamısı otaqlardır. Nə yaxşı otaqlar zotlar burada. Burada əşyalar falan da, şəxsi əşyalar var. Bütöv olaraq demək, burada nə istəsin eləmək olar. Su çənləridir, hamısı. Hamısı evin altında yığılıb. Nəmişlik falan, heç nə yoxdur. Elə bir təmir olunub ki, bütün hər yer. Hamısı demək olar ki, qəşəng. Oyun zalı, istirahət güşəsi, idman salonu, kim istəsə özünə uyğun olaraq necə istəsə elə də istifadə eləyə bilər. Bu yarı zirzəmini. Havalandırması da var. Balaca da olsa havalandırma pəncərələri mövcuddur, yerindədir. Bu həyətdir. Həyətin bütöv hər tərəfindən fırlanma olur. Gördüyümüz kimi yerdən 7 daş hündürlüyündə gözəl ağlaq daşlarla fasad işlənilib. Bütün pəncərələr dəmir barmaqlarla təchiz olunub. Deməli 11 daş nə qədər hündürdədir, maşallah. Buradan da evin ümumi giriş hissəsidir. Yan hissəni mətbəxdən çıxıb göstərəcəm nəticə. Gedək. İnsə qalxaq. Birbaşa keçirik evin birinci mərtəbəsinə giriş. Evin ümumi giriş hissəsidir, dəhlizdir. Baxın, geniş dəhlizdir. Yəni burada nə hissəsini eləmək olar. Bütün dolablar yığ falan elə, özü aid ola şərait qurar. Keçdik. Sağ tərəfdə qonaq otağıdır. Bütün əşyalar qalacaq. Evdə gördüyümüz bütün əşyalar hamısı qalacaq, əzizlərim. Kirayə sənəsində yararlıdır, qiymət də yaxşıdır, 5 min manat. Birinci mərtəbədə sanitar qovşağı, həyətdə də var, sanitar qovşağı da, hamamdır, ayaq yolusudur, həyətdə də yerləşir, hamısı. Burada mətbəx otağıdır. Mətbəx otağı geniş, böyük bir mətbəx otağıdır. Bütün əşyalar da gördüyünüz kimi var. Soyuducusundan tutmuş, kondisionerinə qədər hər bir otaqda da var. Var, kondisionerimiz də var. Burada mən bayaq həyətdə dediyim veranda. Baxın, geniş, böyük bir verandadır, əzizlərim. Bax, burada oturmaq üçün qəşəng sərindir. Qəşəng, səliqəli. İşıqlandırması da falan olar. Bu tərəfi cam balkonla bağlayıblar, külək falan vurmasın, çünki bir tərəf bağlı olsun. Həyətdəki hamam tualetdir, evin arxa hissəsidir. Buradan da həyətə giriş-çıxış pilləkəni qoyulub, istənilən vaxtı buradan da evə giriş istifadə eləmək mümkündür. İndi isə qalxırıq biz birbaşa ikinci mərtəbəyə. Qalxaq elə birbaşa ikinci mərtəbəyə. Gedək, ikinci mərtəbədə 4 dənə yataq otağı var. 4 yataq otağında sizlərə təqdim edeyim. Pilləkən qəfəsi, inanın Allaha, vaxtının gözəl villalarından olub da bu. Mərmər daşlar, dəmir tutacaqlar, qapılar hamısı xüsusi sifarişlə bu ev üçün verilir. Qalxdıq 1, 2, 3, 4 dənə yataq otağı var. Birinci yataq otağı, yataq dəsti, dolabı,
bəzənmə stolu, kondisioneri. Sonra burada ikinci yataq otağı, yenə də kondisioneri, yataq dəstləri, dolabı. Qiymət yenə deyirəm startdır. Yaxşı endirim olunacaq mənə elə gəlir ki. İkinci mərtəbənin sanitar qovşağı, üçüncü yataq otağı, burada dördüncü yataq otağı. Bu yataq otağı genişdir, böyükdür. İstilik sistemi atapleniyadır, təchiz olunub. İsitmə soyutma sistemi hamısı var. Əzizlərim, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.